İqtisadi İnkişaf Nazirinin müavini Rövnaq Abdullayevin iş vaxtı başına qəfildən iş gəlib. Bölgə TV bildirir ki, paytaxt orqa daxil olan məlumata görə hadisə İqtisadiyyat Nazirliyinin inzibati binasında baş verdiyi iddia olunub. Nazirlikdə olan mənbənin iddiasına görə, hansısa problemlə bağlı köməkçisi ilə iş otağından tələsik çıxan Rövnaq müəllim qəfildən ayağı büdrəyib. Köməkçisi son anda nazir müavinini tutub və yıxılıb, xəsarət almaqdan xilas edib. Hadisə ilə bağlı həyəcan keçirən Rövnaq Abdullayevə tibbi yardımını da göstərdiyi deyilir. Hadisə ilə bağlı hələlik heç bir rəsmi məlumat və açıqlama verilməyib. Rövnaq Abdullayev 1965-ci ildə anadan olub. Ali təhsilini Moskva İnşaat Mühəndisləri İnstitutunun Sənaye və Mülki Tikinti fakültəsində alıb. 1989-cu ildə Neftdaşları Neft-Qaz Çıxarma İdarəsində, 28 may Neft-Qaz Çıxarma İdarəsində Xəzərdəniz Neft-Qaz Tikinti Trestində mühəndis, şöbə rəisi, baş mühəndis vəzifələrində işləyib. 1997-ci ildən Xəzərdəniz Neft-Qaz Tikinti Trestinin müdürü, 2003-cü ildən Heydər Əliyev adına Bakı Neft Emal Zavodunun direktoru vəzifələrində çalışıb. 2005-2022-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2022-ci il tarixli sərəncamı ilə İqtisadiyyat Nazirinin müavini təyin olunub. 3-cü, 4-cü və 5-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Şöhrət ordeni ilə təltif edilib. Ailə əldir, 2 övladı var. Dilbər Vüqar qızı, Bölgə TV.